Qarabağdan Ermənistana qaçan separatçıların rəhbəri Samvel Şahramanyan son bir ay ərzində Ermənistan İstintaq Komitəsində 5-6 dəfə dindirilib. Qeyd olunur ki, söhbət 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatı zamanı məsul şəxslərinin səhnənkarlığından, eləcə də silah və sursatın verilməsindən gedir. Vəkili Şahramanyanın bu işdə şahid olduğunu və ona qarşı ittiham irəli sürülmədiyini bildirsə də, yaxın vaxtlarda onun həbs olunacağı istisna edilmir. Qeyd olunub ki, bu iş çərçivəsində Samvel Babayan da dindirilib. Nəşr işin açılmasına məhz onun ifadəsinin səbəb olduğunu istisna etmir. ABŞ prezidenti Donald Trump, Rusiya lideri Vladimir Putini Ukraynada sülhə mane adlandırmaq cəhdini rədd edib. Ağ Evdə jurnalistlərlə söhbət zamanı Trumpdan soruşublar ki, o Rusiya prezidentini yaxşı yoxsa pis adam kimi görür. Amerika lideri sualı belə cavablandırıb. Mən onu çox yaxşı tanıyıram və onunla birlikdə çox şeylərdən keçmişəm. Qeyd olunub ki, Trump və onun komandası çox dikbaş Vladimir Putinlə qarşı-qarşıyadır. Trump isə əlavə edib ki, və çox dikbaş Zelenski ilə də. O bir daha Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi kütləvi zərbələrdən narazılığını ifadə edib. Prezident İlham Əliyev gələn il İrəvana səfər edə bilərmi? Avropa Siyasi Birliyinin 2026-cı il sammitinin Ermənistanda, 2028-ci il sammitinin isə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın açıqlamasından sonra erməni ictimaiyyətində bu sual müzakirə mövzusuna çevrilib. Avropa Siyasi Birliyinin gələn il Ermənistanda 3 il sonra Azərbaycanda keçirilməsi qərarı Bakı və İrəvanın bir-birinə qarşılıqlı dəstəyi ilə verilib. Bu qərarı verən Avropanın siyasi elitası Azərbaycan prezidentinin Avropa Siyasi Birliyinin İrəvan sammitində iştirakını istəyə bilər. Bu, Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında payının artması və Cənubi Qafqazda mövqelərinin güclənməsi baxımından sərfəlidir. Əliyevin İrəvana getməsi Paşinyan hakimiyyətinin erməni cəmiyyətində müdafiə etdiyi anti-müharibə tezislərini gücləndirmə imkanlarını artıra bilər. Ermənistan müxalifəti isə belə bir səfərdən hakimiyyətə qarşı təbliğatlı istifadə edəcək, xüsusilə sammitin olacağı 2026-cı ildə keçiriləcək seçkilər fonunda. Lakin Paşinyan da bundan seçki kampaniyasında yararlana və 44 günlük müharibədən sonra anti-müharibə kampaniyası ilə qazandığı seçki qələbəsini təkrarlaya bilər. Avropa Siyasi Birliyinin 2026-cı il sammitini İrəvana təyin etməklə seçkidə Paşinyanın mövqelərini gücləndirmək istəyən Avropa elitası Azərbaycan prezidentinin mümkün səfərində həm də bu kontekstdə maraqlı ola bilər. Hərçənd, Əliyevin İrəvan sammitində iştirak edib etməməsində həlledici rolu Ermənistanla sülh sazişinin taleyi müəyyən edəcək. Ermənistan sammitə qədər Azərbaycanın tələblərini yerinə yetirsə və sülh sazişi Bakının şərtləri çərçivəsində imzalansa, Əliyevin İrəvana səfəri istisna edilməməlidir. Əks təqdirdə belə bir ehtimal olduqca zəifdir. Burada İrəvanın tarixi Azərbaycan şəhəri olması faktı da nəzərə alınmalıdır. Əliyev üçün tarixi torpaqlarımıza Ermənistan üzərində hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də tam qalib kimi daxil olmaq əhəmiyyət tamildir. Qapıların bağlı olduğundan əmin olun. Buna ABŞ prezidenti Donald Trump, Fransalı həmkarı Emmanuel Macron və xanım arasında yaşanan qalmaqaldan danışarkən deyib. Onunla danışdım, yaxşılar. Onlar yaxşı insanlardır. Mən onu çox yaxşı tanıyıram və orada nə baş verdiyini bilmirəm. Trump qeyd edib. İsrail Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Latakiya əyalətinin Cebla şəhəri ərazisindəki hədəflərə zərbə endirib. Qeyd edək ki, bundan əvvəl Suriyanın Latakiya və Tartus əyalətlərində partlayışların baş verdiyi deyilirdi. ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə məsələləri ilə bağlı problemlərini həll etmək üçün razılığa gələ bilər. Bunu ABŞ prezidenti Donald Trump deyib. Bu, çox da uzaq olmayan gələcəkdə baş verəcək.
Korrupsiyaya qarşı mübarizə komissiyası Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Ermənistan parlamentində davranış qaydalarının pozulması faktı ilə bağlı başlanmış işə 90 gün ərzində baxa bilər. Bu barədə Sputnik Ermənistana Korrupsiyaya qarşı mübarizə komissiyasının dövlət qulluqçularının davranışına nəzarət departamentinin rəhbəri məlumat verib. Mayın 15-də komissiya media nəşrlərinə əsaslanaraq Ermənistanın baş nazirinin davranış normalarını pozması ilə bağlı iş açıb. Əsas isə Paşinyanın söz və ifadələri olub. Hambal, otur əsəblərimi boğmağı dayandır. Səni Milli Təhlükəsizlik Xidmətinin zirzəmilərinə ataram. Daha sonra Ermənistan parlamentinin deputatı Tomasyan da komissiyaya analoji tələblə müraciət edib. Hazırda icraat çərçivəsində heç bir aktiv hərəkətə başlanılmayıb. Komissiyanın 90 gün ərzində işə baxmaq hüququ var. Xələfyan qeyd edib. Onun sözlərinə görə komissiya baş nazirdən və bu insidentdə iştirak edən tərəflərdən izahat tələb edəcək və baş nazirin bəyanatlarında təhqirin olub-olmaması hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar veriləcək. Davranış qaydalarının pozulması intizam tənbihi üçün əsasdır, lakin bu məmurlara şamil edilmir. Komissiya baş nazirin bəyanatlarında pozuntu elementi aşkar etsə, o ictimai izahat verməli olacaq. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı iki tərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib. Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu deyib. Dövlət rəhbəri həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu ifadə edib. Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib. Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət rəhbərləri səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunun ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.